İngilis dilində ask feili və onun işlənmə şəkilləri. Ask feili ümumi mənada və digər xüsusi mənalarda, yəni frazoloji birləşmə ilə, idiomla və s. formada hansı mənaları verir? Biz məktəbdə ən çox ask feilini mənasını soruşmaq olaraq öyrənmişik, düzdürmü? Ask nədir? Soruşmaq. Gəlin əvvəlcə ask ümumi cümlələrdə necə ifadə olunurdu, necə tərcümə olunurdu? Ona baxaq, mən cümlələr deyəcəm, siz də çalışıb onları ingilis dilinə tərcümə edin. Videonu dayandırıb öz versiyanızı söyləyin, daha sonra qulaq asın. Görün sizin dediyinizlə uyğun gəlirmi? Necə deyərik? O məndən ona kömək etməmi istədi. Görürsünüzmü? Soruşdu yox, istədi mənasında deyirəm. Demək ki, ask sözünün mənası sadəcə soruşmaq deyil, istədi mənasında daşıya bilir. Cavab belə olacaq. He asked me to help him. He asked me to help him. Ask feilindən sonra tamamlıq, daha sonra isə to'lu bir feil işləndi. To help. Daha sonra necə deyərik? O bir stəkan su istədi. Amma istəmək feilini want kimi yox, ask kimi işlətməlisiniz. Düşünün. Və cavab belədir. She asked for a glass of water. Deməli, askdan sonra isim gəlirsə, yəni istənilən şey bir isimdirsə, for askdan sonra istifadə olunacaq. Ask for something, nəyisə istəmək. Üçüncü cümlə, mən ondan dünən hara getdiyini soruşdum. Cümlə belə olacaq. I asked him where he was going. Və ya where he went də deyə bilərsiniz. Hər ikisi keçmiş zamanı bildirir. Burada isə ask, daha sonra tamamlıq, daha sonra sual sözü olan where, daha sonra isə mübtəda və xəbər gəldi. Söz sırası belə işləndi. Necə deyərək? Onlar sənin sağlamlığın haqqında soruşdular. Yəni sənin sağlamlığın haqqında informasiya almaq istədilər o mənada. Belə olacaq cümlə. They asked about your health. Deməli, ask feilindən sonra about sözünü də işlənə bilir. Və askla bağlı sonuncu ümumi cümləni deyirəm. O məndən yaxşı olub olmadığımı soruşdu. Və ya o məndən soruşdu ki, yaxşıyam ya yox. Burada sanki vasitəli cümlə vasitəsiz cümləyə çevrilir. Cümlə belə olacaq. He asked if I was okay. If sözünün yerinə whether ola bilərdi. Whether. Daha çox if istifadə olunur, amma bunu nəzərə alaq. Askla bağlı frazoloji birləşmələr və ya idiomlar növbəti dərslərdə.